Rəbbinin yoluna hikmətlə, gözəl öğüt, nəsihətlə dəvət et və onlara ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də və doğru yolda olanları da yaxşı tanıyır. Yəni, gözəl şəkildə dəvət et. Sən bilmirsən çünki qarşındakı hidayət olunacaq yoxsa yox. Rəbbin bilir. Sənin üzərində gözəl kəlmələrlə insanları Allahın yoluna dəvət etməkdir. Çünki bu insanları, bütün ümməti bataqlıqdan qurtaran bir yoldur. Nu'man ibn Bəşir radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən gətirir ki, Allahın hədlərini qoruyanla Allahın hədlərini pozan misalı deyir, gəmi ilə bir yola çıxanların misalına bənzəyir. Onlar su götürmək üçün yuxarıdakilərdən kömək istəyirlər. Və deyir, onlar yuxarıdakilərə əziyyət verməmək üçün deyirlər ki, gəlin aşağıdan bir deşik açaq. Oradan öz suyumuzu götürək, yuxarıdakilərə əziyyət verməyik. Əgər yuxarıdakilər onu görüb, ona mane olmasalar, hamısı bir yerdə batarlar. Yox, əgər onları əllərindən tutsalar, hamısı qurtulacaqlar. Çünki biz bir gəmidəyik. Biz gözümüz görə-görə onu necə orada bataqlıqda buraxa bilərik?